Herkese salam, kanalıma ve videoma hoş geldiniz. Necəsiz? Növbəti bir video ilə qarşınızdayım və bəli, bugünkü videomuzun mövzusu 9 Mart buraxılış imtahanı haqqında olacaq. Gəlin onda başlayaq. Deməli, əvvəlcədən qeyd edeyim ki, biraz səhhətimdə problem olduğu üçün səsim qəribə gələ bilər, üzrlü sayılana görə. Deməli, 9 Mart 2026-cı il tarixində 11-ci sinif buraxılış imtahanı keçirildi və həmin bu buraxılış imtahanı əksər şagirdlər tərəfindən narazılıqlara məruz qalan bir imtahan oldu. Səviyyəsinin çətin olduğunu deyənlər oldu, vaxt aparan sualların çox olduğunu deyənlər oldu, dinləmədə problem yaşadığını qeyd edənlər oldu. Mən də bugün öz deməli başıma gələnləri, özüm belə başıma gələnlərdir, elə biraz çox ciddi bir şeydən danışacağam. Yəni nə məndə, yəni özüm nə yaşamışam, imtahanı necə keçib, özüm nə belə deyim, nə fikirlərim var bu imtahan haqqında. Bunların hamısını deyəcəm bugün. Bütün ingilis dili, riyaziyyat, Azərbaycan dili, Türkmen dili haqqında da bir danışacağım. Özüm üçün necə keçdisə imtahan bu haqqda. Əvvəlcə bunu qeyd edək ki, bu imtahan səviyyəsi əksər müəllimlər belə edir. Bütün müəllimlərdən soruşsaz və ya internetdən məlumat toplasanız, şagirdlərə baxsanız görəcəksiniz ki, nisbətən çətin olan bir imtahan oldu. 2024 və 2025-ci il imtahanlarından daha çətin oldu. 2023 səviyyəsinə yaxın idi deyə bilərik. Yəni əvvəlki ilə baxanda doğrudan çətin idi həqiqətən. Amma çətinliklə dediyim burada keçilməyən bir şey haqqında deyil. Sadəcə belə deyək də, imtahan ümumi danışım bilir, sonra Mahir Ərəfəndən keçəcəm. Ümumi olaraq imtahan həqiqətən vaxta uyğun, düzgün bölünməmişdi. Mənim də fikrim bu yerdədir. Yəni suallar 3 saatlıq suallar deyildi. Azərbaycan dili suallarının uzun olması, mətnlərin özünün uzun olması, qrammatikanın düşündürücü uzun olması, riyaziyyat ətraflı suallarının həllinin deməli vaxt aparan olması və s. kimi məsələlər bizim artıq deməli vaxtla problem yaşamağımıza gətirib çıxardı. Danışa bilmirəm mən. Deməli, problem yaşamamıza gətirib çıxardı və həmin bu deməli problemlər əksər şagirdlərin narazılığına deməli məruz qaldı. Çünki hamı qeyd edir ki, mən kifayət qədər bilirəm, lakin vaxta görə bütün bildiklərimi orada göstərə bilmədim. Yəni gücümü göstərə bilmədim deyir əksər şagirdlər. Amma mən ümumi olaraq özüm haqqında deyim, özüm necə keçirdim imtahanı, mənə görə necə keçdi imtahan, mənə görə imtahan həqiqətən səviyyə olaraq çətin idi. Belə deyək də, normalda mən hər dəfə buraxılış sınavlarında iştirak eləmişəm zaten. Bir xeyli buraxılış sınavında iştirak eləmişəm. Hər il hardasa ondan çox buraxılış sınavı, ondan çox yox olmaz. 7 və ya 8 buraxılış sınavında iştirak eləmişəm bu il 11-ci sinifdə. Keçən ildə bu civarda 7, 8, 9-cu sinifdə təxminən bu il bir xeyli buraxılış sınavında iştirak eləmişəm. Və əksər buraxılış sınavlarında, məsələn 90%-ində mənim ən axırda vaxtım qalırdı. Məsələn, yazıram 2 saat 40 dəqiqə bitir, sonda qalır 20 dəqiqə. 20 dəqiqəyə mən artıq sonuncu sayı yazdım, bitdi. Belə rahat-rahat artıq otururam da, belə 20 dəqiqə vaxtım qalıb, belə ümumi olaraq göz gəzdirirəm. Əksərində belə olur. Bəziləri var ki, məsələn, bir 10 dəqiqə vaxtım qalır, amma əksəriyyətində vaxtım qalır da. Yəni belə necə deyək, axırıncı bir dəqiqədə mən sual çatdırmaya çalışıram, belə bir şey olmuyor. Amma bu buraxılış imtahanında həqiqətən bu yaşandı. Özüm artıq bir xeyli həyəcanlandım axırlara doğru ki, axırda 40 dəqiqə vaxt qalmışdı. Mənim hələ yazacağım mətnim qalmışdı. Bir mətn yarımçıq qalmışdı. Deməli açıqlar, bədii mətnin yarımçığı, yəni açıqlar. Publisik mətn isə tamamı qalmışdı və mənim 40 dəqiqə vaxtım qalmışdı. 40 dəqiqəyə bunu tələsik biraz yazdım. Çünki həyəcan da var orada, vaxt çatdırma problemi və s. Belə. Yəni ilk imtahanlardan idi ki, yəni həqiqətən vaxt problemi yaşadım mən də. Amma belə deyək də, əksər şagirdlər kimi mən də o qədər lap ciddi bir bal fərqi yaşayacağımı gözləmirəm. Çünki sınavlara nə toplamışam, məncə yenə də toplayacağam. Çünki vaxtı çatdıra bildim. Çətin də olsa vaxtı çatdıra bildim. Yəni baxmadığım, vaxt çatdırmadığım deyə üstündən keçdiyim sual olmadı. Bütün sualları işlədim, bütün qapalılar, var. Hamısını qeyd etmişəm, işləmişəm, bitib. Yəni tam bağlamışam yəni. Sadəcə biraz tələsib yazdıqlarım oldu. Azərbaycan dilinin ikinci mətni, publisik mətni tələsib yazmışam, amma məncə onda da səhvlik olmaz. Daha doğrusu açıqlar nəzər tutum, səhvli olmaz, yəni qapalar bir dənə var. İndi gəlin başlayaq ayrı-ayrı danışaq. Deməli, əvvəlcə başlayaq ingilis dili üzrə. Biraz vəziyyəti pisdir kitabçamın. Üzrlü sayımına görə. İngilis dili haqqında fikirlərimi bölüşməyə başladım. Məncə arada ən ədalətlisi bu imtahanda ingilis dili oldu. Çünki ingilis dili həqiqətən çətin deyildi. Yenə əvvəlkilərə baxanda fikirlər gördüm ki, 2024 və 2025-dən daha çətin idi nisbətən. Amma ümumi səviyyə olaraq dəhşətli bir fərq mən görmədim şəxsən, bunu deyərdim. Qrammatikası zaten sadə idi. Bu il biz hətta gözləyirdik ki, yeni qaydalar salınıb, həmin qaydalardan bəlkə gəlib salınırlar. Suggest recommend qaydasından. Sonra essential, non-essential adjective clauses var ki, məsələn, o tip qaydaları biz keçdik hazırlıqda ki, bəs
bunlar düşər birdən çünki proqrama salınıb. Proqramda zaten var idi. Sadəcə imtahan proqramına təzə salınmışdı deyəsən. Onlar 2025 toplularda onlara yer verildi. Onlar da işlədi ki, bəs düşər, amma düşmədi. Yəni çətin deyildi. Mən şəxsən artikel sadə bir sual idi. Yəni dəhşət sadə idi. Söz önü sualı sadə bir şeydi. Yəni çaşdırıcı bir məqamı yoxdur. Ümumi olaraq həqiqətən çətin bir imtahan. Çətin deyil, ingilis də çətin deyildi. Məsələn, ingiliscə dinləməsi. Hə, dinləmə birazcıq yormuş ola bilər şagirdlər. Çünki biraz şeydi, bir abidə haqqdaydı və bəlkə indi abidə biraz publistik bir mətn olması bəzi şagirdləri yora bilər, amma məndə dinləmə də yaxşı keçdi. Ümumi olaraq mənim ingilis nəticəm 100%-dir. Bunu əvvəldən qeyd edeyim. Yoxlamışıq artıq. Ümumiyyətlə belə deyildi. Ən birinci bizdə dinləmə səsləndiriləndə deməli imtahan vaxtı. Mən çox həyəcanlıydım. Həqiqətən çox həyəcanlıydım çünki dinləmədən qorxurdum. Azərbaycan dilindən deyirdim ki, zaten yazacağam. Problem yoxdur. Riyaziyyatdan deyim ki, zaten yazacağam. İngiliscə narahat idim ki, mən dinləməni eşitmədim, getdi də. Yəni nə istəyirsən, nə artıq dinləmə keçibsə, sən o yaza bilmədiyin suala təzədən baxsan da zaten yaza bilməlisən. Çünki eşitməmisən, gedib o. Bundan narahat idim ki, o mən həm də dinləməyin başda olur axı. Orada artıq bir dənə boşluq qalanda mənim ürəyim qalır oradakı o biri suallar işləyim, biraz şey olurum. Elə oldu əslində, yenə bəxtimdən, amma arada qaldığım sual düz çıxdı. Hansı sual? O study most nöqtələr. Cümlə tamamlama sualı var. Əksər şagirdlər orada deməli 1-2-4 fikirlər arasında qalıb. Mən 2-4 yazmışam, düz çıxıb. Əksər, məsələn, bəzilər 1-2, 1-4 yazanlar da var. Deməli, bu sualda çünki o Mimar Sinan var orada. Bir şagirdlərə var idi, görmüşdüm. Deməli, Mimar Sinanın şagirdi tərəfindən Haznab deyir mətndə. Amma o hissə yadımdan çıxıb. 2 dəfə dinlədim həqiqətən. Yəni 2 dəfə həqiqətən deyirəm, 2 dəqiqə deməli 2 dəfə dinləmədən sonra belə oradakı student sözünə fikir verməmişəm heç birində və axırda qaldım ki, bəs Mimar Sinan var idi, adı keçdi. Niyə bu səhv olsun? Qaldım ki, 3 fikir düzdür burada. İndi gəl çıx işin içindən. Deməli, qaldım arada, amma yaxşı ki 2-4. Çünki məntiqən düşündüm ki, burada hər halda Bosniya savaşında məhv edilibsə, 2004-cü ildə də yenidən tikilib də, yəni bu ikisi mütləq doğru olmalıdır. Yəni çünki 2-dən 4-ü dəqiq eşitdim. Buna görə 2-dən 4-ü gördüm. Çünki 2-dən 4-ü dəqiq eşitdim. Biri də eşitmiş kimi oldum. Ona görə qaldım ki, bəs bəlkə mən özüm səhv yadıma gəlir ki, bəs bəlkə elə şey eşitməmişəm. Nəysə, belə düz çıxdı. Yəni dinləməyə tam yazdım. Məsələn, bəzi şahidləri gördüm ki, deyirlər dinləmə deməli qurğusunda problem olub, belə olub, səs aydın deyildi. Mən şəxsən özüm imtahanım üçün deyəcəm ki, dinləmədə mən qətiyyən problem yaşamadım. Dinləmə tab aydın idi, hətta belə də deyərdim. Normalda məsələn DİM-in özünün test toplarında dinləmə mətnləri var orada. Mətnlərə baxanda görür ki, bəzi mətnlər orada qarışıqdır. Sürətli səsləndirir. Xüsusən də o ən sonuncu dinləmə mətnləri var DİM-in öz yeni 2025 toplu ikinci hissəsində. Birində sonunda var, ikində. Oradakı dinləmə biraz daha qarışıq. Bu hətta sadə idi deyərdim. Aydın danışırdı. Yəni orada kişi həqiqətən aydın səsləndirirdi. Nəsə çətin yoxdur. Hətta deyərdim ki, mən narahat etməyim, bəlkə açıqları eşitmərəm. Elə söz deyər ki, orada eşitmərəm də necə deyim. Amma 3 dənə açıq sual var burada və 3 açıq sualı mən birinci dinləmə bitdikdən sonra artıq yazmışdım. Sadəcə mənə qapalılar çaşdırır. 3 qapalının 3-ü də mənə biraz çaşdırdı. O narahat edir ki, 100% gəlib qapalı bir səhv çıxacaq. Amma düz çıxdı hamısı. Belə, yəni məndə dinləmədə qətiyyən problem yaranmadı. Aydın səsləndirildi. Yəni bizdə indi bilməm bəzi şahidlərlə bəlkə həqiqətən problem yaşanıb, amma bizimkində olmadı. Mən özüm 6 nömrəli məktəbdə imtahan vermişdim Xaçmazda. Orada yəni problem olmadı qətiyyən. Yaxşı idi. Keçən ingilis dilini deməli reading mətninə. İngiliscə reading mətni necə idi? Reading mətni bana deyərdim ki, birazca yora bilər. Çünki variantlar çaşdırıcı idi həqiqətən. Sualların variantları çaşdırıcı idi. Biraz yəni mətndə yəni cümlə alıb halva kimi qoymamışdılar da bura. Yəni biraz düşünmək, tərcümə etmək, biraz məntiqi cəhətdən orada bir sual var idi hətta. Bir əsər digərindən əvvəl hazırlanıb, əvvəl yazılıb, amma sonra çap olunub. İndi bax bu tip məqamlara fikir vermək lazım idi burada. O da hamısı düz çıxdı, yəni bunu yazdım. Sözlərdəki məsələn orada witness, şahidlik etmək fiili istifadə olundu. Enthusiasm, həvəskar, deməli həvəs, meyil sözü istifadə olundu. Yəni ki, bu sözlər belə bizim çox belə məşhur qabağımıza çıxan sözlər deyillər. Bu iki söz. Amma bilirdim, yəni bunlar mənə çox da problem yaratmadı. Belə ingilis haqqında ümumi fikirlərim bunlardır. İngilis səviyyəsi. Zaten ingilislə xüsusi olaraq heç kim yəni ingilislə oturub demir zaten çətin. Əsas Azərbaycan dili və riyaziyyat haqqında danışılır. Belə ingilislə qoyaq kənara. İngilis necə idi səviyyəsi? Normal idi, yazıla biləcəkdi. İngilislə xüsusi bir belə çətinlik, elə çətinlik problem olmaz yəni. Keçək Azərbaycan dilinə. Baxın, Azərbaycan dilinin narazılıqlar çox idi. Nə idi? Qrammatika sualları haqqında 10 dənə qrammatika veririk və biz və bu 20 sualdakı mətn sualı olur. 10 dənə qrammatika sualı həqiqətən ağır suallar idi. Bunu qəbul etmək lazımdır. Yəni bunlara rahat demək olmaz.
var idi rahatları içərisində. Lakin ümumi səviyyə olaraq həqiqətən vaxt aparan suallar idi. Məncə buraxılış səviyyəsi üçün birazcık çətin idi. Daha rahat salınmasını istəyərdim. Əslində belə deyək, mən əvvəlki illərdə işləmişəm. Əvvəlki illərdə də belə, yəni sadə düşmürdü. Yəni həmişə deyərdim ki, qrammatika, Azərbaycan qrammatikası biraz şey düşüb. Necə deyim, belə şifahi suallar deyil də, müəyyən qədər düşündürən suallar olub keçən il falan baxanda. Bu il birazcık da onu artırmışlar, biraz da düşündürücü və vaxt aparan suallar qoymuşlar. O biraz ədalətsiz oldu. Çünki bu şagirdin yazacağı bir çox şey var. Mətn işləməlidir hələ. Mətnlər də zaten biraz böyük olduğu deməli qeyd olunurdu. Deməli hələ mətn işləməlidir, riyaziyyətin ətrafına yazmalıdır. Qrammatikaya bu qədər vaxt ayırmaq özünə 25 bala görə bu qədər vaxt. Bəlkə bir şagirdin hədəfi 300-dür. Yəni yüksək yazmaq istəyir, qrammatika oturub o qədər vaxt xərcləsə bu şagird nə bal toplayacaq? Yəni oradan o bir hissələr qalır yəni. Belə. Qrammatikanın həqiqətən çətin idi ümumi səviyyə olaraq. Yazıla biləcək suallar idi mi? Yazıla biləcək suallardı. Mən şəxsən qrammatikana 10-da 10 yazmışam. Burada bir problem yoxdur yəni. Deyəcəksiniz ki, 10-da 10 yazmışsan, niyə bu qədər şey edirsən? Amma həqiqətən vaxtım getdi. Mənim qrammatikaya 20 dəqiqə falan vaxtım getdi. 20 dəqiqə vaxtım getdi. Xüsusilə bu sual var idi burada, fonetika sual var. Orada uşaqcanlı və açıq aşkar sözü. Orada aşkar sözünü mən 2 ilə tələffüz götürüb həllədim. Yaxşı ki, variant çıxmadı. Variant çıxsa götürüb gedəcəyim, səhv çıxacaqdı. Gördüm ki, bu işin içində nəsə bir əmma var. Ona görə də aşkar sözünü aşkar kimi orada yazmaq elə götürmək daha məntiqli olar. Elə yazdım və düz çıxdı. Sonra bax bu sual nədir də? Yəni bu sual həqiqətən ağır sualdır. Hər ikisinə aiddir və yalnız birinə aiddir. Cədvəl vermirsən, o ağırdır həqiqətən, bu səviyyəsi buraxılışlıq deyil. Həqiqətən 3-cü qrupu sala bilərsən, buraxılışa bu deyil də yəni. Fonetika sualı da buraxılışlıq deyildi. Mürəkkəb ad sualı şifahi, bu problem deyil. Sintaktik təhlil rahat idi, vasitə sintaktik rahat idi, fe'li sifət tərkibi rahatdır, sxem verib sözləri uyğunlaşdırır rahat idi. Nümunə ilə bağlı yanlış fikir, bu da belə çətin, dəhşətli bir şey deyildi, yazılı biləcəkdi. Bir də baxın, mən deyərdim ki, bu iki sual biraz yora bilər. Amma ümumi olaraq da vaxt aparırdı mı? Bəli, vaxt aparırdı. Biraz daha sadə olsa daha ədalətli olardı. Əvvəlki məsələn birazcık daha belə deyək də çətin idi suallar qrammatikada. Deməli keçək mətnlərimizə. Mən belə deyim də, mətnləri haqqında nə deyəcəm? Mən ümumiyyətlə mətnlərdən qorxan biri olmuşam həmişə. Çünki mətnlər belə deyək də humanitarlıqdan birazdan qorxan biri olmuşam. Niyə? Çünki özüm riyaziyyat həvəskarıyam və humanitar fənləri bilirik ki, iki başlı suallar olur. Belə də düşünə bilirik, elə də düşünə bilirik. Qalır arada ki, biz hansı fikri doğru götürək. Elə suallar olur normalda da, müxtəlif vəsaitlər işləyəndə. Ona görə mən son günlərə dedim ki, özümə ancaq din işləyim. Həqiqətən son günlər mən başqa vəsait işlədim. Son 2 ayda ancaq din vəsaitləri işləyib, yəni getdim imtahana. Həqiqətən də o tipdə düşdü mətnlərdə. Din necə ki, toplananda mətnlər var, o səviyyədə idi yəni. Sadəcə biraz bəlkə uzun olduğunu qeyd edə bilərik. Bəlkə biraz uzun olduğunu qeyd edə bilərik. Dəhşət çətin idi mətnlər, dəhşət çətin deyildi. Dəhşət çətin deyildi. Sadəcə yenə dediyimiz kimi mətnlər həqiqətən vaxt aparırdı. Həqiqətən vaxt aparırdı. Harca 5-6 sualın içində sualın özünün də hissələri var idi. Normalda bizə nə deyir? Verir mətndən cümlə, deyir ki, altından xətt çəkin cümləni üslubi xüsusiyyətlərlə zənginləşdirməklə yenidən yazın. Elə bir sual qoyub, amma 2 cümlə verib məsələn. Mətndə nöqtələrin yerinə ifadə yazmalı tamamla 2 dənə nöqtə verir, tutaq ki. Nə deyir? Orada sən saydığını say, gör fələk nə sayır ifadəsini mətndəki 2 müxtəlif məqamla əlaqələndirib yazın. Yenə 2 məqam. Bir dənə yaz, rahat şagirdlər bunu əsaslandırsın da. Deməli, sonra xarakter ilə bağlı cədvəl falan, bunlar adi suallardır. O biri mətndə də yenə eyni şeylər var. Yəni 2 dənəli şeylər istəyir. Məsələn, orada deyir ki, hansı sual idi? Müddəa fakt sualı məsələn biraz geniş idi. Bir müddəa və 2 dənə də fakt yazmalıydıq. Sonra mətnlə əlaqələndirib diferensiyasını, yəni suallara ümumi olaraq baxanda həqiqətən görürük ki, həqiqətən aydın olur ki, suallar müəyyən bir vaxt istəyir. Məsələn, fikri mətnlə əlaqələndirib əsaslandıranda, fikri və əsaslandıranda müəyyən qədər yazırsan gəlir. O 3 cümlə yazarsan ki, bir normal bal alasan da, yəni o 3 cümləyə bir vaxt gedir. Düşünürsən, analiz edirsən beynindəki, necə yazdım ki, düzgün ifadə edeyim fikrimi. Onun 3 nəfər biraz düşünürsən, sonra yazanda vaxt gedir. Sonra məsələn, o bədii, belə deyil, obrazlıqla zənginləşdirmə sualı var idi. 2 dənə cümlə verib, ikisini də zənginləşdirir. O da müəyyən bir düşünmə tələb edir insandan. Bir dəqiqə axı bu şahid fikirləşsin ki, nə yazım orada. Yəni sonra yazmaq da biraz vaxt aparır onu. Yəni açıq sual, 10 dənə açıq sual var. Onu da belə deyək də, və bu 10 dənə açıq sualda içərisində məsələn 4-5 dənəsi uzundur. Yəni bir xeyli vaxt istəyir insandan. Ona görə həqiqətən mətnlər də uzun idi. Ümumiyyətlə Azərbaycan ilə həqiqətən xeyli vaxt aparan salınmışdı. Şagirdlərin əksəriyyət deyib ki, Azərbaycanda saat yarım vaxtım gedənlər deyən var. 1 saatdan çox vaxtım getdi deyənlər var. Qrammatikaya yarım saat vaxt ayıranlar var. Belə də yəni
belə şagirdlər məsələn Azərbaycan dilini tam yazanlar riyaziyyatdan vaxtı qalmayıb, riyaziyyatı tam yazıb Azərbaycanda keçənlər mətnin biri qalıb çatdıra bilməyib. Belə problemlər çox olub həqiqətən. Əksər şagirdlər bundan narazıdır. Həqiqətən səviyyə olaraq bu qədər belə deyək, uzun uzadı, bu qədər belə necə deyək, yoran, düşündürən və ağır tipli suallar, ağır deməzdim, vaxt aparıcı suallar olması məncə də biraz düzgün olmadı. Biraz daha qısa tipli suallar qoyardınız, elə səviyyəsi eyni qalardı da, yəni çətinliyi sadəcə vaxt ən azından çatdırıb yazmaq olardı. Belə Azərbaycan növbəsi mənim balım nə qədərdir? Azərbaycan dilinin açıqlara dəqiq fikir deyə bilmədiyimə görə dəqiq balla deyə bilməyəcəm. Hələ ki qapalılardan bir dənə səhvim var. 10 qapalı sual var mətnlərdə ümumilikdə, 9-u düzdür. Bir dənə qapalı səhvim var. Amma belə deyim, mətndən qapalılar da həqiqətən böyük idi. İndi fikir verirəm, deyəndə, yəni indi yadıma düşdü bunun haqqında danışmaq. Məsələn, baxın orada cədvəl verir, doğrudur, yanlışdır, ehtimaldır. İşlədiyimiz sual əslində o da. Sadəcə məsələn Venn diaqramıdır və s. yəni biraz həcmi iridir. Ümumi olaraq baxanda biraz yəni o da istəyir insandan düşünmək, biraz vaxt istəyir. Ümumi olaraq gördüyümüz kimi mətnin açıqları da qapalılara vaxt tələb eləyir. Müəyyən qədər vaxt tələb eləyir. Ona görə də vaxt çatdırmaq həqiqətən olmurdu Azərbaycan dilində. Keçək riyaziyyata. Riyaziyyat məsələn, rəyləri oxuyuram orada imtahandan şansı deyir. Yazılar ki, riyaziyyat su idi. Yəni, belə bir rəy gördüm orada. Düz deyir, su idi. Amma ilk 18 sual su idi. Ha, bunu da məni əsəbləşdirən o hissə son 7 sual oldu. Son 7 sual da necə deyək, əziz şagirdlər, əziz şagirdlər, nə idi? Əziz dostlar, deməli, son 7 sual ümumiyyətlə ağır idimi? Ağırlar da var idi, orta səviyyəli də var idi. Asan zaten yox idi. Əlbəttə ki, ətraflı zaten asan sual gözləmək biraz şeydi, amma düşüb də, yəni vaxt keçən məsələn martın 2-si düşən suallara baxanda bu ilklər daha çox vaxt aparırdı, daha çox düşünməyi tələb edirdi, daha ağır suallar idi. Keçənlə baxanda elə idi həqiqətən. Zaten 18 dənə sual rahat düşür. Qapalılar zaten heç bir ildə mən görməmişəm ki, qapalılar oturub düşünür orada yekə bir misala. 1-2 dənə bəlkə indi olar qapalılar, amma bu vaxtdakı mən qapalılar həmişə zaten asan düşür. Ətraflı gəlib, məsələn, belə uzun salmaqları bu il çox vaxt aparıcı oldu. Məsələn, orada 3 bucaq sual var idi, bir dənə düz bucaqlı 3 bucaq. Həmin sual mənim bir xeyli vaxtımı apardı. Heç cür alınmır da, yəni o sualı ağlıma gəlmir ki, orada mən nə ilə ifadə edeyim. Axı yazdım bir tər, bəxsizdən gəlib orada 3 bucağın sahəsini hesablayanda 2-yə vurmaq yadımdan çıxıb orada. 2-yə bölmək daha doğrusu yadımdan çıxıb, elə vurmuşam, elə də saxlamışam, cavabı 2 qat almışam. Cavabı 20,4 almışam, cavabı 10,2-dir. İnanıram ki, buna yarı bal veriləcək. Riyaziyyatdan buna yarı bal. Qalan ətrafların hamısını yazdım, məncə hamısı da düz çıxacaq. Sadəcə bal kəsmə ehtimalları var, çünki bəzi artıq şeylər orada yazmışam. Nə məndə artıq? Məsələn, funksiya sualında mən orada başqa üsulla getməyə çalışdım. Gördüm, həmin üsul alınmadı. Alınmadı da həmin üsul. Səhv şey yazmamışam, orada düzgün şeylər yazmışam. Amma onunla bir nəticəyə gələn bilmək olmur da, yəni düzgün üsul deyil. Yazılış doğrudur, funksiyaya aid şeylər yazmışam ora. Verilmiş qrafik uyğun şeylərdir. Amma lazımlı deyil həmin sualı həlləmək üçün. Altdan sonra yadıma düşəndən sonra ki, hə, burada əslində 3 bucaq var, düz bucaq, 3 bucaq, h kvadrat bərabər mn üstünə əsaslandırıb yazdım. Cavabı da aldım. İndi inşallah ki, ona tam bal verərlər inşallah. Versələr yaxşıdır. Məncə verəcəklər, çünki mən orada səhv bir şey yazmamışam, sadəcə biraz artıq şeylər yazmışam. Artıq şeydən bal kəsməzlər, ümid eləyirəm ki. Qalanı da yaxşı keçdi, yəni riyaziyyatdan bir dənə o səhv yazdığım deyə biləcəyim sual bir dənə odur. O 3 bucaq sualında 2-yə bölmə yadından çıxıb, o yarı bal kəsiləcək, mütləq ondan kəsiləcək. O bilədən heç kəsilmə şansı var, amma kəsilməyəcək məncə. Kəsməzlər məncə. Qalım onların insafına. Belə, riyaziyyatda bu qədər. Məncə artıq yekunlaşdıra bilərik, bir dənə ümumi olaraq da danışım. Riyaziyyat deməli haqqında qısaca ümumiləşdirmə aparaq. Riyaziyyat necə oldu ümumi səviyyə olaraq? Keçən il nəzərən nisbətən çətin idi. 2023 səviyyəsinə yaxın idi. 2023-də çünki bildirikdə, yəni biraz çətin düşmüşdü. Şagirdlər orada da bir xeyli narazı olmuşlar. O müəllim deyir YouTube'da hər 3 ildən bir təkrarlanır. 2020, 2023, 2026, digər 2029 şagirdləri. Bu ilki 8-lər hazır olsunlar. Əlbəttə ki, zarafat idi bu bizdə eləyənmərikdə, yəni belə bir nizam yoxdur. Deməli, dinin açıqlamalarına görə hər il eyni səviyyədə asan, daha doğrusu eyni sayda asan, eyni sayda orta, eyni sayda çətin səviyyədə suallar düşür. Sadəcə bu il bəlkə deyərdim ki, biraz daha çətin suallara yer vermişdilər və yaxud fikrim əgər yanlışdırsa belə deyə bilərik, biraz daha vaxt aparan suallar qoymuşlar. Xüsusən də ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. Qapalılar zaten rahat diyorlar, 3 bal versene zaten. Yazdılar 18 dənə sualı 3 baldan. Əsas bal burada da bu 7 sual sənə 40 neçə bal verir. 40 bal verir. Bu 7 dənə sualı əlbəttə ki, yüksək yazmışlar şagird, onları yazmaq istəyir. Amma bunu yazsan mətnin qalır. Keçib mətni oxursan mətn qurtarmır.
Qayıdırsan riyaziyyata, ürəyin qalıb ki, mətni mən nə vaxt çatdıracağam. Riyaziyyat da getmir də, yəni alınmır. Yazırsan 50 orada, uzanır gedir o piyadadan şeyin sürətini tapmaq sualda. Mən qəribə bir diskriminantla falan tapdım deyəsən onu. Uzandı, yəni bir tənli yandı uzun. Səncə vaxt aparırdı. Belə ümumi olaraq narazıyam bu imtahandan. Mən belə deyim də, mənim üçün imtahan əvvəl sınavları necə yazırdımsa elə keçdi. Yəni deməzdim əksər o qeyd edən şagirdlər var ya, məsələn, gözlərindən dəhşət az oldu, belə də elədi. Onları başa düşürəm, tam başa düşürəm ki, həqiqətən çatdırmaq problemi oldu. Mən özüm də güclə çatdırdım da, yəni belə deyim, hər 2 dəqiqədən bir saata baxıram ki, mən nə yazım ki çatdırmaq. Bəxtim də biraz oldu ki, yəni o zamana görə yaza bilmədiyim sual olmadı. Yəni hamısını işləyə bildim, çatdırdım hamısını. Sadəcə tələsdiyimə görə bəzi qaralamalar deyək belə, tam istədiyim kimi açıq sualları tam istədiyim kimi belə səliqə ilə yaza bilmədim də, müəyyən orada lazımsız şeylər oldu. Məndən məsələn burada nə deyirdi? 85-ci sual bilmirəm. Məndə B variantıdır. B variantında 85-ci sual. Deməli orada nəyi soruşur? Bizdən A açıq B-nin ala biləcəyi qiymətlər haqqında danışırıq. Mən B çıxanı tapmışam çaşıb orada. Sonra görəm ki, məndən A açıq B-ni soruşur. Təzədən o silmədim daha, yazdım mötərizat ki, bu A açıq B-dir. Keçdim B çıxanı tapaq indi. Yəni o tip yəni tələskənlikdən vaxtımı daha da itirdiyim şeylər də eləmişəm hətta. Yəni istədiyim nəticəni yığdımmı? Hədəflədiyim nəticəni yığdım əslində. İndi bilmirəm, hələ yığmışam, amma istədiyim kimi olacaq məncə. Neçə bal gələ bilər? Açıqlardan lap çox kəssələr 270-ə kimi düşərlər, amma inanmıram 270-ə düşsün. Hər halda lap o qədər kəsməzlər. Açıqlardan birazcık kəssələr 280-lərdə ola bilər. Açıqların kəsməsələr 290 neçələrdə də ola bilər. Yəni hamı qalıb o açıqlara, çünki açıqlar haqqında dəqiq fikir bildirə bilmirik. İnşallah ki, kəsməzlər, lap yüksək olar. Belə yəni ümumi olaraq. Və bizim sinifdə bunu da qeyd edeyim ki, axıra kimi qaldı əksər şagird, əksər deməyim, bütün şagirdlər axıra kimi qaldı. Heç bir şagird tez çıxmadı. 3 saatın axırına kimi, 3 saat bitib hətta biz son ana kimi dəyərləndirdik. Yəni bütün şagirdlər elə işləyirdi, fikir verdim. Sonra imtahandan çıxandan sonra ağlayan şagirdlər kim, sevinən şagirdlər kim, sevinən şagird o qədər yox idi. Əksəriyyət ağlayırdı, belə ki, yəni çatdıra bilmədim, çətin oldu, belə oldu, elə oldu. Amma nə deyərdim? Deyərdim ki, oxuyan şagird yaza biləcəyi suallar idi. Lakin oxuyan şagirddən də vaxt lazımdır onu yazmaq üçün. Bu şagird nə qədər istəyir oxusun, nə qədər istəyir bilikli olsun. Vaxt verilməyəndən sonra o sualları işləmək olmur. Ona görə qeyd edeyim ki, həqiqətən birazca ədalətsiz oldu bizim ilə. Bizim ilin, yəni bu il imtahan və şahidələrə ədalətsizlik oldu. Suallar vaxt aparan oldu. 3 saat yox, 3 saat 30 dəqiqəyə yazılı biləcək suallar deyərdim mən. Bir yarım saat mənə əlavə versəydilər, o da daha az həyəcandan bəlkə bütün sualları düz yaza bilərdim. Elə bir şans da var, amma indi vaxt problemi də xeyirlisi olsun. Mən şəxsən narazı deyiləm, yəni öz balımdan, yəni yaxşı yapmışam həqiqətən. Həm də həmin gün qrip olmuşdum, özümdən narahat edim ki, bilən qrip olanda baxmayın, insan istəsiniz narahat olur, yazanda falan çətinlik çəkir, xəstə imtahanda olanda da. Amma yəni dedim ki, bu mənim həyati imtahandır, vacibdir. Heç xəstəliyi nəzərə almadım da yazdım elə, heç nəyə baxmadım elə yazdım. Axıra kimi də çatdırdım, şükürlər olsun ki, yaxşı keçdi mənim üçün. Biraz da yaxşı keçə bilərdim, əlbəttə ki, keçə bilərdim. Amma indi bu da pis deyil mənim üçün. Amma indi bəzi şagirdlər var ki, həqiqətən vaxtı bölüşdürə bilməyiblər. Yazıblar, görürlər ki, yaza biləcəklər suallarda, amma vaxt çatmayıb. Belə şagirdlər çox olur. Bu qədər videomuzun sonuna gəldik. Hamıya uğurlar arzulayıram. Bax, indi 15 martda necə olacaq səviyyə? 15 martda da elə bu səviyyədə olacağımı gümanlayıram. Əgər 15 mart hazırlaşırsınızsa, 15 marta hazırlaşırsınızsa, bu videomu bir məsləhət kimi izləyirsə, sizə məsləhətim ondan ibarət ki, gedin qəşəng riyaziyyatdan sürətli sual hesablamağa, daha doğrusu sürətli sual həll eləməyə bacarıqlarına yiyələnin. Çünki həqiqətən vaxt çatdırmaq olmur. Həqiqətən olmur. Belə deyək də 3 saata yazıla biləcək suallar inanmıram. İnanmıram 15 marta daha asan düşsün, çünki böyük ədalətsizlik olar elə də. Yəni eyni səviyyədə düşəcək mənim fikrim bu yöndə. Çünki suallar əvvəldən hazırlanır. Bu nə səviyyədə olsa, bu da eyni səviyyədə olur. İnanıram ki, onlarda da yəni mətnlər yenə bu tip olacaq. Açıq sualların arasında bir 4-5 dənəsində 2 dənə şey istəyəcək bizdən. 1-2, 1-2, 1-2, 1-2, yəni o tip olacaq. Ona görə məsləhətim budur ki, gedin sürət, belə deyiləm, bir şey öyrənməkdən çox bildiyi sürətli tətbiq eləmək bacarığına üstünlük verin, onu gücləndirməyə çalışın. Bu qədər. Belə, vaxt ümumi olaraq belə danışdıq. İstədim mən də video çəkeyim, çünki hamı video çəkirdi, öz fikirlərini deyirdi, mən də bu formada fikirlərimi dedim. Hamıya uğurlar arzulayıram, inşallah ki, hamı istədiyi balı toplamış olar. İnanmıram indi hamı, çünki narazı olanlar daha çoxdur, razı olanlardansa.
Bizim məsələn hazırda uşaqlar da özləri də əksəriyyətən narazıdır, yəni deyirlər ki, çətin oldu, vaxt çatdırma problemi yarandı. Düz deyirlər, həqiqətən biraz çətin oldu. Yəni bunu gözləmirdik. Belə sağollaşma vaxtı gəldi. Hamıya uğurlar arzulayıram. Yenə eyni cümləni təkrarlayıram bayaqdan. Hamıya uğurlar arzulayıram. Ürəyinizi sıxmayın. Hələ qabaqda blok imtahanımız var. İnşallah ki, əgər bunu biraz ağır edərlərsə, nisbətən bloku keçən nisbətən biraz bəlkə çətin, daha asan eləyərlər. Çünki biraz onu çətinləşdirib bunu asanlaşdırarlar hər halda, belə düşünürəm. Əgər blok sualları hələ hazırlanmayıbsa, onu bilmirəm. Amma indi blok da çətin olsa, hələ ki ballar aşağı düşəcək. Yəni o baxımdan düşünün də, yəni özünüzü pis hiss eləməyin. Bir dənə siz deyilsiniz aşağı yazan. Yəni əksər şagirdlərə zaten çətin gəlib imtahan. Yəni tək hiss eləməyin özünüzü. Belə gələn videolarda görüşənədək inşallah nəticə çıxandan sonra video çəkib sizinlə bölüşəcəm. Nəticəyə çıxan bir xeyli qalıb, üzr desək aprelin axırı çıxır da. Nəticə çıxanları video çəkəcəm inşallah. Və bu müddət ərzində əgər ehtiyac olsa rəylərdə qeyd edərsiniz. Bloka hazırlıq üçün də videolar çəkməyi düşünürəm. Riyaziyyat, fizika və informatika haqqında, çünki özüm birinci qrupam. Necə hazırlaşıram, hansı vəsaitlərlə işləyirəm, blok üçün hansı vəsaitlər lazımdır, 3 aya nə qədər balımızı artıra bilərik və s. Ümumi olaraq bu haqda danışacağım videolar çəkəcəm. Uğurlar, gələn videolarda görüşərik. Sağ olun, salamat qalın.